Allahın əmrlərinə qarşı əzimkarlıq göstərməkdir. Allah Taala bizə nəyi əmr etmişdirsə və o əmrləri yerinə yetirməkdə gərək biz əzimkarlıq göstərək, yəni qətiyyət göstərək. Çünki bizim üzərimizə düşən əmrlər Allahın əmrləridir və bu baxımdan da bizim üzərimizə düşən əmrlərə qarşı bizim yanaşmamız necə olmalıdır? Əzimkarca, qətiyyətli olmalıdır. Və hansı ki, və deyir bu insanın qəlbində deyir bir canlanma yaratmalıdır, hərəkət yaratmalıdır və bilməlidir ki, Allahın əmrləri insanlığın xeyri üçündür və insanın qəlbində o əmrlərə qarşı rəğbət yaranmalıdır, hərislik yaranmalıdır. Və ona görə insan Allaha dua etməlidir ki, Allah Teala onu sabit qədəm etsin. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin də duası var. Fikir verin, qətiyyətli olmaq barədə Allah Rəsulu Allaha belə dua edərdi. Allahümmə inni əsəlükə səbətə fil əmri vəl-azimətə alə-rüşdi. Allaha dua edir ki, Allahım, İşlərdə, yəni işlərimdə, dünya və axirət işlərim qəsd olunur. İşlərdə səndən sabitlik istəyirəm və həmçinin haqq yolda əzimkarlıq olmağı istəyirəm, əzimkar olmağı. Görün necə möhtəşəm bir duadır. Ona görə müsəlman Allaha dua etməlidir ki, həm Allahın yolu üzərində sabit qədəm olsun və həmçində, yəni Allah Teala onu əzimkar etsin. Ona görə əziz qardaşlar, İslam dinində buyurulan əmrlər və qadağalar insanlığın islahı üçündür, insanlığın xeyri üçündür. Hər bir müsəlman o əmrlərə qarşı qətiyyətli olmalıdır.